Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbiçilər Hüseynov Çingiz Usuboğlu və Qəmbərov Səfər Qarsalanoğlunun nəşlərinin qalıqları ailələrinə təhvil verilib. Xocalı şəhərində şəhidlərlə vida mərasimi keçirilib. Vida mərasimindən sonra cənazə namazı qılınıb, şəhidlərin nəşlərinin qalıqları Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Ateş! Mərasimdə ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və şəhidlərin ailə üzvləri iştirak edib. 92-ci ildə atam Qəmbərov Rauf Qarsalanoğlu bütün ailə üzvünü 7 nəfərini şəhid veribdi. 2 əmim Qəmbərov Səfər Qarsalanoğlu ilə Qəmbərov Nadir Qarsalanoğlu hərbiçi şəhiddir. Çox şükür prezidentimizin sayəsində, əsgərlərimizin, qazilərimizin sayəsində bu günlərim əmimin nəşi tapıldı. Yəni onlara borcluyuq. Yaxşı ki, torpaqlarımız azad oldu. İnanmazdım ki, 33 ildir atamın ürəyində daşıdığı o 7 yara ən azı belə təsəlli tapacaq. Yəni şükür bu günə. Acıdı mənim üçün də. Heç vaxt əmin deyə bilməmişəm. 33 ildən sonra nəhayət ki tapıldı. Bugün onu dəfn elədik. Mən qardaşımla qürur duyuram. Allah hökumətimizin bayrağını uca eləsin. Şükür bugünkü günə ki tapıldı, dəfn olundu. Qeyd edək ki, hər iki hərbiçi 26 fevral 1992-ci ildə Xocalı rayonu ərazisində itkin düşmüş hesab olunurdular. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Xocalı.